Yəni Bakının küləyinə hər birimiz kifayət qədər bələdik. Xüsusən də paytaxt sakinləri. Bakıda əsən güclü külək bu dəfə də fəsadsız ötüşməyib. Nərimanov rayon ərazisində bir neçə avtomobilə ziyan dəyib və binanın fasadı uçub. Gəlin hadisənin təfərrüatını sujetimizdə izləyək. Əsən güclü külək nəticəsində Nərimanov rayonu Qarabağ küçəsi 55 ünvanında yerləşən köhnə 4 mərtəbəli yaşayış binasının fasad daşları qoparaq ona yaxın ərazidə parklanan 3 avtomobilin üzərinə düşüb. Nəticədə avtomobillərin hər birinə ciddi ziyan dəyib. Yox, onun özü dedi ki, kaskam yoxdur. Amma belə icbari sığortası var, icbariyə də aidiyyəti yoxdur bunun. Nətər olursa da külək yağış şeyləyib, salıbdır. Özü gərək burada olaydı, izahatdadır, burada yoxdur da. Yaşayış var mı burada? Var, bu üzrə yaşayış var, bəli. O arxa var, ha bax odur. O olay da düşəcək, geci tezi var, o da gələcək dağılır. Ancaq böyük bir maşın burada saxlayıb avtomobillər, Allah onların atası rəhmət eləsin. Çünki maşın saxlamasaydı buradan çoxlu uşaq keçir, məktəbə gedir, dərsə gedir. O uşaqlar həlak ola bilərdi. Bina uzun müddətdir belə qəzalı vəziyyətdədir. Bu bina tikiləndən. Məsələ ilə bağlı Nərimanov rayon icra hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da zəngimizə cavab verən olmadı. Məsələnin ən belə desək, kulminasiya nöqtəsi bax bu hissədir. Yəni o boyda hadisə baş verir və sakinlərin də dediyi kimi, hətta bəlkə avtomobillər orada saxlamasaydı, insanların üzərinə düşə bilərdi. Orada bildiyim qədər məktəb də var, şagirdlərin üzərinə düşə bilərdi bu daşlar, binanın fasadı və s. Amma icra hakimiyyətinə zəng edirik ki, bir kəlmə bizə cavab versin, telefonu nə götürən var, nə də cavab verən. Sanki heç bu ərazidə belə bir şey baş verməyib. Ya da elə belə də olmalıymış. Əslində bu binalar gördüyünüz kimi çoxdan istismar müddətini bitirib. Yəni indi buna sakinlər deyir ki, küləkdən olub. Biz də təxminən belə ehtimal edirik ki, hadisəyə əsas səbəb külək olub. Amma biraz da düşünəndə fikirləşirsən ki, yəni külək ağacı yox, misal üçün nə bilim müəyyən bir başqa bir evin damını yox, divarını necə apardı. Görünür burada digər məsələlər də var. Ola bilsin səbəb külək də olub. Sakinlərdən biri qeyd etdi ki, müəyyən su axıntısı olub orada. Və eyni zamanda da təbii ki, binanın istismar müddətinin də bitməsi. İndi qorxasan, bugün binanın fasadı uçub, sabah divarı uçar. Artıq bu halda faciə qaçılmaz olacaq. Maşınlarınsa vəziyyətini gördünüz. Apar, at tullantı yerinə, zibilliyə. Yəni bu maşınlardan maşın olası